açıq ürək əməliyyatından sonra da ağrılar ola bilər. Bu ağrılar pasientlərimizin dediyinə görə fikirləşdiklərindən qat-qat aşağıdır. Əlbəttə, hər kəsi ağrıdığı kimi burada da müəyyən ağrılar ola bilər. Əməliyyatdan sonra ağrının dırnaqarası normal ağrı olub-olmadığını müəyyən etməkdir. Bu ağrılar döş qəfəsinin kəsik yerində, qabırğaların arasında, çıxartdığımız döş qəfəsindən damarın sahəsində və ya kürəkdə döş qəfəsinin aralanması nəticəsində ola bilər. Həmin o tikişlərin biraz dəri və dəri altı toxumaların dartmağından ola bilər. Bu ağrılar əgər köhnə əməliyyatdan əvvəlki sinədə göynəmə, sinəyə təzyiq ağrısı kimi özünü büruzə verirsə və fiziki yüklə çoxalırsa, artıq burada diqqətli olmaq lazımdır və bu ağrıların səbəbini tam olaraq müəyyənləşdirmək lazımdır.